Salam əziz müəllimlər və müəllim olmaq istəyən müdavimlər. Mən fiziki tərbiyə müəllimi Elcan Nəsrov. Bugünkü video izahda müəllimlərin işə qəbul imtahanında ən çox düşən sual tipləri olan hərəkət qabiliyyətlərinin izahını verəcəm. Hərəkət qabiliyyətlər və hərəkət qabiliyyətlərinə tədris vahidləri qarışdırmayaq. Yəni tədris vahidinə hərəkət qabiliyyətləri eyni bir şeydir. Tədris vahidi, məsələn, deyilə bilər, sürət tədris vahidi. Çarıxıb qalmayın, yəni sürət hərəkət qabiliyyəti eyni bir şeydir. Və hərəkət qabiliyyət nədir? Hərəkətin və hərəkət fəaliyyətinin icra keyfiyyətini müəyyənləşdirən, insanın anadan gəlmə və həyatda qazanılmış motor funksiyasının psixofiziki xüsusiyyətdir. Yəni, insanın anadan gəlmə dedikdə, insan doğularkən 6 hərəkət qabiliyyətinin 6-sı da insanda olur. Həyatda qazanılmış dedikdə isə, yəni həyatda bu 6 hərəkət qabiliyyətini necə formalaşdıracağıq, necə uyğunlaşdıracağıq, nə cür edəcəyik, onu bildirir. Və bu günlərimiz isə 6 hərəkət qabiliyyətlərdən sürət hərəkət qabiliyyəti danışacağım. İlk öncə 6 hərəkət qabiliyyətlərimizi sayaq. Sürət, sürət güc, bərk, qüvvə, sevicilik, dözümlülük. Yəni bu 6 gördüyümüz tədris vahidləri. Və fiziki keyfiyyətlərimizi deyək, sürət, bədəni əmri qabiliyyəti, qüvvə, sevicilik, dözümlülük. Sürət güc artıq burada olmur. Niyə? Sürətlə qüvvədən sürət güc yaranır. Yəni sürətlə qüvvənin birləşməsi sürət güc. Bunu da inşallah sürət gücün keçdikdə sürət gücün video izahında izah edəcəm. İlk öncə sürət hərəkət qabiliyyəti izah verim. Sürət hərəkət qabiliyyəti nədir? Hərəkətin mümkün qədər qısa vaxt ərzində başa çatdırılması sürət hərəkət qabiliyyətidir. Mümkün qədər qısa vaxt ərzində başa çatdırılması. Və sürət hərəkət qabiliyyətinin 3 tərkib hissəsi var. Yəni 3 komplekti var. Hərəkətin reaksiya tezliyi, tək hərəkətin icra tezliyi, maksimal qaçış sürəti. Hərəkətin reaksiya tezliyi nədir? Hərəkətin başlamaq üçün verilən siqnaldan hərəkətin başlanılan vaxta qədər, hərəkətin başlanılan vaxtına qədər. Məsələn, idmançı start qəlbində dayanıb, qaçış qəlbində və ayağı start qəlbindədir və siqnalı gözləyir və yaxud da komandanı gözləyir. Bu siqnal verildikdən sonra, siqnal verildiyi andan, ayağın start qəlbindən götürdüyü ana qədər olan vaxtdır. Hərəkətin reaksiya tezliyi. Və hərəkətin reaksiya tezliyi 2 cür olur. Sadə və mürəkkəb. Sadə reaksiya tezliyi nədir? Mürəkkəb reaksiya tezliyi nədir? Ondan danışım. Sadə reaksiya tezliyi odur ki, gözlədiyimiz siqnal. Məsəl üçün, o dedim idmançı ayağı start qəlbdə olur və gözləyir ki, komanda veriləcək də, gözləyir, komanda verildikdən sonra hərəkətə başlayacaq. Bu sadədir. Məsəl üçün, orada atəş səsi və yaxud da marş səsi eşidilir və eşitdiyi anda ayağın start qəlbdən götürür, başlayır qaçmağa. O ana olan vaxtdır. O andan, yəni eşitdiyi andan ayağın götürdüyü, hərəkətə başladığı anda olan vaxt sadədir. Və yaxud da məktəbdə müəllim şagirdləri qaçırır. Şagirdi gətirir startda. Startda komanda verdiyi anı gözləyir. Şagird gözləyir. Gözləyir ki, bu komanda verəcək, müəllim komanda verəcək və şagird başlayacaq qaçmağa. Və komanda verdiyi anda, məsəl üçün müəllim marş və yaxud da əli ilə göstərir ki, şagirdin diqqəti əldə olur ki, gözləyirlər siqnal, bilir ki, gözlədiyi siqnaldır. Və gözlədiyi siqnal eşitdikdə və yaxud da gördükdə eşitdiyi anla başladığı ana olan arasında vaxt. Yəni bu hərəkətin reaksiya tezliyidir. Və mürəkkəb reaksiya tezliyi nədir? Mürəkkəb reaksiya tezliyi, yəni gözləmədiyimiz anda. Məsəl üçün, futbolda qapıcı qapıda dayanıb, gözləmədiyi anda top gəlir, bilmir axı hardan gəlsin, gözləmir. Yəni gözləmədiyi an, məsəl üçün, sadədə dedik gözlədiyimiz an, gözləyirik ki, bu müəllim komandanı verəcək. Amma futbolda gözləmədiyimiz an top gəlir. Yəni bu olur mürəkkəb və yaxud da voleybol idman oyununda
rəqib komanda hücum zərbəsi vurur. Komanda bilmir harda hansı tərəfə vuracaq, hansı tərəfə gələcək. Oyunçu və top gəldikdə oyunçu reaksiya olur. Bu da mürəkkəbdir. Və yaxud da boksda idmançılar döyüşür, savaşır. İdmançı rəqibi bilmir hardan yumruq vuracaq, hansı fəndi istifadə edəcək. Bu olur mürəkkəb. Tək hərəkətin icra tezliyi nədir? Qaçış, dayaq və uçuş fazası daimi təkrarlanan hərəkətdir. Bu tək hərəkətin icra tezliyini inkişaf etdirmək üçün nişanlanmış sahələrdə istifadə olunur. Hər bir nişana toxunmaqla qaçışdan istifadə olunur. Məsəl üçün, nişanlanmış sahədə addımların nişanlara toxunaraq qaçış. Burada nişanların arasında məsafə artdıqca tezlik azalır. İcra tezliyi azalır. Amma məsafə azaldıqca icra tezliyi artır. Maksimal qaçış sürəti nədir? Maksimal qaçış sürəti bu hərəkət qabiliyyət, bu iki komplet olmasa maksimal qaçış sürəti daha effektli olmaz. Gərək bu iki komplet olsun ki, idmançıda bu iki komplet daha yaxşı olsun ki, maksimal qaçış sürətdə daha effektiv alsın. Maksimal qaçış sürətini inkişaf etdirib qısa mərhələli estafetlər, 30 metrə məsafələrə sürətlənmələr, mali qaçış yolunda sürətlənmələr. Bunlar maksimal qaçış sürətini artırır. Və yaxud da sağ və sol ayaqda vaxtla qaçış. Bu da sürət hərəkəti, maksimal qaçış sürətini inkişaf etdirir. Baxın, sağ və sol ayaq üzərində, tək ayaq sağ və sol tək ayaq üzərində vaxtla qaçış dedikdə bu sürət hərəkəti qabiliyyəti inkişaf etdirir. Amma tək və sol ayaq üzərində qaçış isə sürət gücü inkişaf etdirir. Vaxtla dedikdə qısa vaxt ərzində çatdırmalıyıq da. Amma vaxt demirsə tək ayaq üzərində tullanaraq, hoppanaraq qaçır. Bu da sürət gücü inkişaf etdirir. Sürət gücü dərsini keçdikdə onun ətraflı izahını verəcək. Yəni maksimal qaçış sürəti də bildik. Bu üç komponenti bildik. Və sürət hərəkət qabiliyyətinin inkişaf şagirddə əlverişli yaş dövrü var. İnkişaf üçün əlverişli yaş dövrü. Bu yaş dövrü 11-14 yaş dövrüdür. Və sürət hərəkət qabiliyyətini inkişaf etdirən metodlar var. Təkrar serial, oyun, yarış, nəzarət, interval. Bunlar da inkişaf etdirən metodlardır. İnşallah metodlar dərsini də video izahda atacağım. Yerləşdirəcəm YouTube kanalına. Bilərsiniz, öyrənərsiniz. Və hərəkət qabiliyyətin, sürət hərəkət qabiliyyətin digər hərəkət qabiliyyətlərlə əlaqəsi. Sürət, güc, qüvvət, sevinclik. Amma sürətin əlaqəli olduğu hərəkət qabiliyyətlər sürət, güc, sevinclik. Necə ki, sürətdə deyil ya, sürətin digər hərəkət qabiliyyətlərlə əlaqəsi sürət, güc, qüvvət, sevinclik. Sürət gücdə məsəl üçün deyəcəyik ki, sürətdən qüvvə. İndi sürət gücü keçdikdə deyəcəm. Burada da ona görə sürət əlaqəli olduğu hərəkət qabiliyyətlər sürət gücündən sevinclik. Və sürətin funksional sistemlə əlaqəsi. Dayaq hərəkət aparatı, mərkəzi sinir sistemi və əzələ. Bunlar da funksional sistemlə əlaqəsidir. Və keçək qiymətləndirməsinə. Məktəbdə istifadə olunan qiymətləndirmə. Bu qiymətləndirmə ümumi bir geniş mövzudur. Qiymətləndirmə mövzusunda video izahını çəkib yerləşdirəcəm kanala. Bunu burada qısa verək. Məsəl üçün, diaqnostik qiymətləndirməsi BSG-si. Sürət hərəkət qabiliyyətinin diaqnostikisinin böyük summativ qiymətləndirməsi. 30 metrə qaçış 5-dən 11-ə qədər. Belə bir açar sözü verim sizə. Məsəl üçün, sürət hərəkət qabiliyyətində deyil, diaqnostikdə, BSG-də 30 metrə qaçışdır. Baxın, dözümlük hərəkət qabiliyyətdən başqa, digər hərəkət qabiliyyətlərdə diaqnostik qiymətləndirmə nədirsə,
BSG ilə oldu. Yəni diaqnostik qiymətləndirmə 30 metr qaçışda, BSG-si də 30 metr qaçış olacaq. Bir dözümlülük hərəkət qabiliyyətinin də ayrıdır. Diaqnostik ayrıdır, BSG ayrıdır. Bunu inşallah növbəti hərəkət qabiliyyətlərinin izahını yerləşdirəndə izah edəcəm. Kiçik summativ qiymətləndirmə 30 metr qaçış, 60 metr qaçış, 100 metr qaçış, 4x50. Ümumi bunlar keçəcəyiz. Gəlin siniflərə bölək. 5-ci sinifdə 30 metrə və 4x50 qaçışı. 5-ci sinifdə 30 metrə və 4x50 estafet qaçışı. 6, 7, 8, 9-cu sinifdə 60 metrə qaçış və 4x50 estafet qaçışı. 10-cu 11-ci siniflərdə 100 metrə qaçış və 4x50 estafet qaçışı. Nə görürük? 4x50 bütün siniflərdə istifadə olunur. Amma 5-ci sinifdə əlavə olaraq 30 metr qaçış, 6, 7, 8, 9-cu sinifdə əlavə olaraq 60 metr qaçış, 10-cu 11-ci siniflərdə isə əlavə olaraq 100 metr qaçışdan istifadə olunur. Surət hərəkət qabiliyyətlərdən bu qədər. Düzdür, hərəkət qabiliyyətlərdən müəllimlər işə qəbul imtahanı, sertifikasiya ən çox, yəni bu mövzudan testlər düşür. Test mərhələsi düşür. Çox çətin deyil. Yəni bunlara bilsək kifayət edir. Məsəl üçün 2000 səhv eləmirəmsə 23-də 22-də sual düşmüşdür ki, sürət hərəkət qabiliyyətinin digər hərəkət qabiliyyətlərinin əlaqəsi. Qeyd də digər hərəkət qabiliyyətlərinin əlaqəsi sürət, güc, qüvvə, sevinclik. Mən səhv eləmirəmsə 2021-də sürət hərəkət qabiliyyətinin inkişaf yaşı dövrü. Əlverişli yaş dövrü. 11-14 yaş. Yəni, bunları bilsək kifayətdir. Sürət hərəkət qabiliyyətindən bu qədər. Yox, ümumi olaraq da bir məlumat deyim ki, sürət hərəkət qabiliyyəti nə inkişaf etdirir? Baxın, bu 3 komponentdə dediyim saydıqlarım sürət hərəkət qabiliyyətini inkişaf etdirir. Əlavə olaraq, atletikada 400 qısa məsafələr, 400 metr olan məsafələr, qısa məsafələr sürət hərəkət qabiliyyətini inkişaf etdirir. Və 4 vur 50, 4 vur 100, 4 vur 200, 4 vur 400. Yəni klassik olimpiya oyunlarında klassik olan estafet qaçışlarda sürət hərəkət qabiliyyətini inkişaf etdirir. Sürət hərəkət qabiliyyətlərdən bu qədər. Növbəti video izlahlarımız üçün kanala abunə olmağı unutmayaq.